həqiqətən vacibdir, amma tələbəlik həyatında sosial fəaliyyətlər də lazımlıdır tələbənin müəyyən bacarıqlarının inkişafı üçün. Sən hal-hazırda hər hansısa bir sosial fəaliyyətlə məşğul olursanmı, universitetin klublarına üzvsənmi və yaxud da universitetdən kənarda könüllülük proqramları da var, onlara müraciət edirsənmi və bunu tövsiyə edirsənmi ümumiyyətlə? Düzdür, açığı mən həyatım boyu uşaqlıqdan bəri sosial bir insan olmuşam. Elə bir mühit olmayıb ki, 20 ora 5 dəqiqə səmimiyyət və dostluq qurmayım. Amma düzdür, universitetimiz daxilində sosiallaşmaqda çətinlik çəkən şəxslər var. Bakı dövlətin fərqli məqamını bildirəcəm. Bakı dövlət digər universitetlərdən fərqli olaraq öz daxilində könüllülük proqramı təqdim edən bir universitetdir. Bakı dövlət könüllüləri deyə bir könüllülük proqramı var. Birinci kursda olanda daxil olurlar uşaqlar ora, könüllülükdən keçirlər. Hətta belə bir şey deyim ki, könüllükdə aktiv olaraq fəaliyyət göstərənlərin çoxusu hal-hazırda universitetdə yüksək vəzifələrdə çalışırlar. Rektor yanında katiblik olsun və yaxud da daxili məsələlər şöbəsi, humanitar məsələlər şöbəsi burada fəaliyyət göstərirlər. Ona görə də sosial baxımdan biraz problemli olan uşaqlar burada rahatlıqla gedib tədbirlərdə könüllü kimi fəaliyyət göstərə bilər və yaxud da kreativ ideya varsa layihə rəhbəri olaraq fəaliyyət göstərə bilər. Düzdür, mən bunların heç birinin özü deyiləm, amma mənim həmişə o biləmdən biri olan layihə rəhbərliyi olub. Həmişə layihə yazmağı sevmişəm. Çünki insanları maarifləndirmək mənim ən sevdiyim şeydir. Bu klublarda, bu könüllülər olsun və yaxud da digər komitələr olsun, bunlara layihəmi təqdim etmişəm və o layihələr icra olunub. Yəni, amma bizim universitetdə məsələn tələbə gənclər təşkilatçılığı, tələbə həmkarlar ittifaqı komitəsi, Bakı dövlətinin öz daxili könüllüləri və yaxud da könüllülərin bir fərqi də odur ki, artıq praktik hissəsi də var ki, sizə hər hansı bir kafedraya yönləndirirlər, siz orada laborant kimi və yaxud da tutor kimi dəstək olaraq bir təcrübədən keçirsiniz. Həm də bu real təcrübədir, gələcəkdə iş həyatında lazım olanda həqiqətən də istifadə edilə biləcək bir təcrübədir, yəni faydalı bir təcrübədir. Bəs sən öz ixtisasınla bağlı təcrübə proqramları ola bilər, təqaüd proqramları ola bilər, əlavə imkanlarla bağlı nə deyə bilərsən? Mən həmişə bildirmişəm ki, düz əvvəlcədən həmişə self-study tərəfdaşı olmuşam. Çünki mən indiyə qədər kiber təhlükəsizlik sektorunu öyrənəndə və yaxud da digər sahələri öyrənəndə heç bir zaman kursa getməmişəm, müəllim yanına getməmişəm. Ancaq onlayn sourcelardan, mənbələrdən maraqlanıb öyrənmişəm. Amma hal-hazırda gənclərimizdə böyük bir problem var, disiplin problemidir ki, hal-hazırda onlar oturub bir böyük maraqla, həvəslə bir sahəni öyrənə bilmirlər. Bunun da əsasında sevgi durur. Əsas problemi belə bildirim ki, hal-hazırda həmyaşlarım hər hansısa bir sahəni öyrənib sonra sevmək istəyirlər, amma mən onun tərəfdar deyirəm. Əgər bir sahəni öyrənmək istəyirsən, onu öncədən sevməlisən. Sən onu öncədən sevdikdən sonra artıq özün öyrənə-öyrənə bu sahədə peşəkarlaşa bilərsən. Və üzr istəyirəm sözünü də kəsirəm. Artıq o sahəni öyrənəndə sənə çətinlik kimi yox, sənə xoş bir zövq kimi gəlir ki, sən istədiyin bir şeyi öyrənirsən, o haqqda məlumatın olur. Bəli. Açıq deyim, mən hələ 12 yaşım olardı. Normal uşaqlar məktəbə gedir, gəlirlər, düşürlər, futbol oynarlar. Mən məktəbə getdim, gəldim, oturdum evdə. El-ulu saat 12 saat hər hansısa bir kiber təhlükəsizlik tutalım, şəbəkə və yaxud da Linux əməliyyat sistemləri üzrə öyrənirdim. Saatın necə gəlib keçdiyini bilmirdim. Həmişə də evdə danlayırdılar, gözüm xarab olacaq, nəticəsi də belə oldu. Yəni, öyrənmə baxımından, bəli, yəni, bir şeyi sevib öyrənməliyik. Burası elədir. Amma indiki gənclərdə tövsiyəm odur ki, hər hansısa bir kursa, aktual olaraq kurslarda da həqiqətən, yəni, ümumi baxsa külli miqdarda pul ödənilir. Azı, məsələn, kiber təhlükəsizlik bazarında kursların hamısı ən az 30 manatdan başlayır. 100 manat olanda zaten maliyyəti azdır deyə bilinir ki, kadr yüksək səviyyəli kadr deyil. Buna görə də bildirirəm ki, əgər hər hansısa bir qurum təqaüd proqramı elan edib, gəncləri buna təşvik edirsə, deməli o qurum özünə kadr yetişdirir və hər hansısa bir qurum işlədəcəyi kadra pis informasiya, pis məlumat ötürməz. Ona görə də hər zaman təqaüd proqramlarına qatılmağı bildirmişəm. Özüm də hal-hazırda Holberton School'un GenAI təqaüd proqramının qalibiyəm. Düz bir neçə dəfə təqaüd proqramlarında iştirak eləmişəm. Bəzilərinin adını çəkməyim, düzdür. Başqa qurumlar tərəfindən olmuşdu təqaüd proqramları. İstəsən çəkə bilərsən bu arada. Bizim üçün heç bir problem yox. Sən özün üçün. ADTEK Akademiyada Daxili İşlər Nazirliyinin təqaüd proqramında iştirak eləmişdim. İmtahan mərhələsini keçmişdim. Ən yüksək nəticəni göstərmişdim. Daha sonra müsahibədə artıq dedim, maraqlı deyil. Kiber təhlükəsizlik bilimlərini yenidən gedib öyrənəcəm. Yəni, zövqüm odur ki, kurslara gedim. Həmin kurslarda bir-bir
kiber təhlükəsizlik üzrə təqaüd proqramına qəbul üçün imtahana gedim, səhvləri aşkar eləyim, bildirim ki, bəs belə olmaz. Hə. Bu uşaq doğru şəkildə öyrənsə, gəlib siz ona pis meyarı böləcəksiniz, faizini zəiflədəcəksiniz. Amma ən sonuncu bəli, Holberton School Azərbaycanın GNA təqaüd proqramının qalibi oldum. Hal-hazırda da o üzrə fəaliyyət göstərirəm və bütün həmyaşlarıma, sadəcə universitet tələbələrini yox, həm də 12 yaşdan 13 yaşdan maraq varsa qoşulun. Əlbəttə. Bir sual da vermək istəyirəm. Sən bu təqaüd proqramları deyirsən, ümumi belə deyək də, bu fəaliyyətlər haqqında məlumatları daha çox hardan əldə edirsən? Tələbələr hardan əldə edə bilərlər ki, onlar da faydalansın bu kimi imkanlardan? Yəni əsasən sosial şəbəkədədir. Zaten bir müddət təqaüd proqramları, təcrübə proqramları paylaşan səhifələri izlədikdən sonra Instagram alqoritması sizin qarşınıza çıxardır onları. Amma belə deyək, veb-sayt olaraq veb tətbiqlərdə də xeyli sayda təcrübə və təqaüd proqramlarını paylaşanlar var. Yəni 2 gündən bir heç olmasa bir baxsınlar, araşdırsınlar, görsünlər. Zaten əgər dəyərli bir təqaüd proqramıdırsa ki, məsələn GNA təqaüd proqramı mütləq ki, o reklam olaraq da qarşıma çıxacaq və yaxud da axışda bir alqoritmik video olaraq da qarşıma çıxacaq. Tamam, çox sağ olun ətraflı məlumat verdiyin üçün.